bütün Azərbaycanın rayonlarına gedirik və orada sizin üçün maraqlı videolar çəkirik. Ki siz də oraları görəsiniz, görməyənlər də görsünlər. Gözəl, səfalı yerlərin hamısını. Bugün də səfərimiz Şəki şəhərinədir. Şəki, Zaqatala, Qax o tərəflərədir. Baxaq görək, hələkin gedirik, görək orada qarşımıza nə çıxacaq, nə çəkəcəyik sizin üçün maraqlı. Ötən videomuzda ekranda göstərirəm logosunu. Getmişdik Qubanın maraqlı bir kəndinə, orada Günel maraqlı bir xərək çörəyi bişirmişdi. Bugün də biz Şəkiyə gedirik. Amma Şəkiyə getməmişdən əvvəl burada həyətimizdə buralar belə yaşıllaşıb, vaxtımız olmaz həyətdə çəkiliş eləmək üçün. Amma bu günləri həyətdə yüngülvarı bir çəkiliş eləyəcəyik. Yemək yeyib yola düzələcəyik. Gördüyünüz kimi bağımız gözəlləşib bu formada. Baxın nə gözəl, arılar üstündə gəzişirlər. Belə bir günə baxan növü kim görmüşdü? Baxın, hər yarpağın dibindən bir günə baxan çıxıbdı. Bu Allahın verdiyi ruzi bərəkətdir. Yarpağın arasından bir dənəsi çıxıb, bunun da dibindən ikisi çıxıb. Torpaq qüvvəli olsa bunun hamısı içində tum əmələ gələcək. Bildiyimiz kimi ətdən fərqli formada yeməklər bişirirlər. Və bu kulinariya elə bir şeydir ki, bunu dərinliklərini bilmək, özəlliklərini bilmək çox üstünlük tələb eləyir. Məşhur aşbazlıq tələb eləyir. Həmçinin də bu ət kəsimində. Bizim daimi ət aldığımız bir yer var. Orada bizə xüsusi olaraq dananın, o heyvanın ən bahalı, ən yumuşaq, ən dadlı yeri olan ətdən can əti deyirlər. O ətdən verdilər və həmin əti indi səliqəli, delikates kimi necə qızartmağı sizə kömürdə göstərəcək və yeyib inşallah biz Şəkiyə yola düzələcəyik.
Öz həyətimizin kekotusudur. Ben de çilemdir. Ben de 3 tanedir. Ne yapayım? Bismillah. Ayağınıza sağlık. Güzel. Böyle bu təriflenen bahalı ətin özelliği nədir? Gəl bura. Süper. Bellissimo. Perfetto.
Gizlənmə. Bu da bizim izləyicimizdir. Biz bu günləri Şəkiyə çıxmamışdan qabaq orada qeyd elədik ki, Şəkiyə gəldik. Bizə orada kənddən ev düzün qoşun. Sağ olsun bizə ev düzünə qoşdular. Yönlü qiymətə. Öz evidir, öz evi. Öz evidir. Kimə lazım olsa, yəni indi nömrənin üstünü deyik. Deyə əzbər deyil nömrə. 050 681 29 88 Sami Kiş kəndi girişinə. Şuna adaşımdır özdə. Marxalla üzbəüzdür. Hə. Kimə ev lazım olsa Şəkiyə gələndə istirahət eləmək üçün gözəl göstərib bir dənə ev. Sabahları burada çəkiliş olacaq, onda görəsiniz bu necə evdir. Musiqi ilə öz. Musiqi ilə öz. Bunların qonaqpərvərliyi bundan bilinir. Bax, bilirlər ki, gəldik, bizə samovar çayı hazırlayıblar ki, içmək üçün, yol Bəli, gəldik. çay bizdə, şirniyyatı sizdə. Şəkili deyə fırlayıb. Şirniyyatımız da maşında almışsın. Bir şəkildən bir şirniyyat verəcəklər. Bizim mağazayla qarşılar. Allah eylesin. Deməli, dəyərli izləyicilər, gəlmişik bu gün nə kəndi bura? Kiş. Şəkinin Kiş kəndinə, dağın bir ucqar hündürlüyünə gəlmişik. Bu dəqiqə soyuqdur, bax. Bunlar paltarsız gəliblər, ev yiyəsi paltar verib bunlara. Biz elə bildik, baş kim burada istidir. Sağ olsun qardaş, bu cavan oğlan qarmon çalanını qəşəkdə ifa eləyir. Elə gələn kimi bizə bir samovar çayı orada hazırlayırlar. Bunların evində qalacaq burada bu günləri, 3-4 gün inşallah. Sabahki çəkilişimizdə inşallah ki bu musiqi alətlərinin orada nağara da var.